Univision Beynəlxalq Tələbələrin Mahnı müsabiqəsi artıq 2-ci ildir ki, Bakıda keçirilir. Müsabiqə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən təşkil olunub. 2014-cü ildə isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi də təşkilatçılar siyahısına daxil oldu. Bakıya gəlmək və Univision müsabiqəsində iştirak etmək Avropada, Asiyanın cənub-şərqində, Cənubi Amerikada və eləcə də bir çox başqa ölkələrdə təhsil alan ən istedadlı və bacarıqlı tələbələrə qismət oldu. Musiqi ixtisası olan ali təhsil müəssisələrinin və fakültələrinin tələbələri obyektivlik naminə müsabiqədə iştirak etmirlər. Ona görə də çoxları üçün bu peşəkar səhnədə ilk çıxışdır. Güclü həyəcan və rəqabət ruhuna baxmayaraq, ilk gündən iştirakçılar Bakıda ümumi dil tapa bildilər və Azərbaycan paytaxtında birlikdə gözəl və yadda qalan vaxt keçirdilər. Birinci ol, bu Univision 2014 müsabiqəsinin divizidir. Müsabiqənin əsas məqsədi və prinsipi istisna olmadan bütün iştirakçıların özünə inam, öz yaradıcılığı və potensialını aşkarlamaq, yeni xarici tanışlıq əlaqələri qurmaq və eləcə də Bakını və Azərbaycana bir gənc yaradıcı tərəfindən kəşf etməkdir. Hai guys, Baku itu keren. Baku өте әсем қала. Univision это самое лучшее, что случилось в моей жизни. Забава, певание, упознавание. Univision is amazing. Baku is awesome. I'm in love with it. Hoşuma piyasa Univision'u ve bölümünü yöneteyim. Ευχαριστούμε πολύ για αυτή την ευκαιρία. Good luck to everyone. Bu benim için çok büyük şanstır. Sizi çok severim. Çok sağ olun.